Lənkəranın elə bir işləmi olub ki, sağlığında onları heykəl qoydu. Sən. Kamal Kələntərli və Raşım Tavası. Bəlkə də yeganə ki, sağ olanda heykəlləri var idi. Bəlkə də yeganə kişilər sağ olanda heykəlləri qoyulub o tərəfdə. Üstləri də açılışında özləri iştirak edir. Lənkəranda dostlar. Lənkəranın ikinci tikilən ilk hündür mərtəbəli. O zaman içində indi çoxdur, indi ətraf elə. İlk ikinci tikilənə. Tikilən 9 mərtəbəsi. Gəldik çatdıq dəmir ağacına. Lənkəran simvolu dəmir ağacı. Hansı ki bütün yer kürəsi deyilənə görə buzlaq olanda Lənkəran bu bölgəsi, yəni çalış bölgəsi buzlaşma olmuyor. Lənkəranın bu günəşli günündə özümüz bir istirahət edirik. Çıxarıq şəhərə, görək şəhərdə cəmaatını qalır. Görək şəhərdə nə dəyişiklik olur, nə olur. Günümüzün daha doğrusu əksər hissəsi kəndlərdə, bağlarda keçir. Şəhərdən xəbərimiz olmuyor. Bu günlərə çıxmışıq, təmiz havadır, gözəl. Biz görək şəhərdə hansı dəyişikliklər baş verir. Bu da Lənkəranın Şaminin bağı. O vaxt keçmiş zamanlardır. Sovet dönəmində. Bəli. Uşaq olanda demək olar ki, uşaqlığımız burada keçir. Burada həm kinoteatr var idi, həm atraksiyonlar var idi. İndi sən də o kinolara baxmağa gəlirdin. O kinolarına. O kinolara baxmağa gəlirdin. O kinolara yox. Mən burada baxdığım, birinci şəhər, böyük ekranda baxdığım King Kong olub. Saka, deyir ki, burada kinoteatr var idi o vaxtı. Deyirəm, sən də o kinolara baxmağa gəlmirsən, o kinolara. O saat birinci mikron uşaqsın. Mənim yaşım çatmır. Sənin yaşın çatmır ha? Mənim yaşım çatmır. 75 yaşın çatmır ha? Niyə? 15 yaşım var.